Xanım, bir dənə də uşağınız yoldadır deyəsən, Bəli. hə? Bəs necə xəstəxanaya necə gedəsiniz? Necə nəvə ödəniş eləyəsiniz? Hə, necə olur bəs? İmkanım yoxdur. Yoldaşınız ümumiyyətlə fəaliyyətçiliklə çatdıra bilir bu qədər uşağa baxmağı, yoxsa necə? Bir gün olur, bir gün olmaz. Evin pulunu göz bağı ilə veririk. Qalıb da verməmişik. Uşağın niyəsini sualını verə bilmərəm. Sizlər amma rəylərdə verirsiniz. Yəni, mənə dəxli yoxdur da. Özləri istəyir dünyaya gətirirlər. Mən nə deyə bilərəm? Bacardığımız köməyimiz onsuz da 5 manat, 10 manat, gücümüz çatan nədirsə onu verməkdir. O 5-10 manatın üstündən də uşağı niyə dünyaya gətirsən sualını versək, o savabı yerə çıxmış oluruq. O savabı yerə çıxmayın, elə o 5-10 manatınızı verin, yaxşılığınızı eləyin, köməyinizi eləyin, vəsə. İstəyər 10 dənə uşaq olar, istəyər 3 dənə olar. Onsuz da o verəcəyiniz 5 manat, 10 manatdır. Adın nədir qaqa? Tuncay. Tuncay. Sənin adın nədir? Dəniz. Hüseyin. Hüseyin. Nə yemisən qaqa bu gün? Nə yemək istəyərsən? Ne olsa olur. Nə olsa yeyərsən. Xanım, bunları vermirsən uşaqlara bu gün? Bəli. Onlar qonşu gətirib verirsən. Qonşu verib onu sizə. Gözümün altı sənin qaralıb, heç nə yeməmsən. Nə yemək istəyərsən, həm alsın. Ne olsa yiyorum. Gələcək, nə istəyirsən al. Ver mama var. Bazarlıq eləsin sənə, nə istəyirsən al. Allah razı olsun. Sağ uşaqları doyuzdur, inşallah. Kira pulun nə qədədir? 160 manat. 160 manatdır. Problem yoxdur. Ona da bax. 50'sini verirəm. Bacardığım gücüm çatan budur. Sizin də gücünüz nə çatsa, kömək eləyin, inşallah. Çok sağlam yüreğim. Ne istesem alacağım bu puluna. Nə alassan? Ne istesem alacağım özüm. Uşaqları necə yedizdirirsən? Qonşu yemək verir. Bayırda qonşular, burada qonşular sağ olsun. Onlar kömək edirlər. Adınız nədir sizin? Sanmaz. Solmaz xan. Haralısınız? Qazaxlı. Qazaxdansınız. Bura gəlin gəlmisiniz. Mamandır, sənsən. Bəli. Bir də 3 dənə uşağındır. Hə, bir də yoldaşımdır, o da fəhlə adamdır. Bir gün olur, bir gün olmur. Harda fəhlə işləyir? Şəhərdə.